Uray Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aldırılaraq zərər çəkmiş bir qrup şəxs dekabrın 22-sində Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Aksiyanın keçirilməsinə səbəb şirkətin Yeni Yasamal ərazisində tikdiyi binadakı eyni mənzilin bir neçə nəfərə satılmasıdır. Aksiyaya qatılan sakinlərin sözlərinə görə eyni mənzil 2, 3, 5, bəziləri 10-12 nəfərə satılıb. Zərər çəkənlər eyni mənzilə görə şirkət rəhbərlərinin müştərilərdən 50 mindən 250 min manata qədər pul aldıqlarını iddia ediblər. Binada 317 mənzil olsa da, mənzil satılan müştərilərin sayı 1000 nəfərdən çoxdur. Sakinlər 6 aydan yuxarı bu barədə müxtəlif rəsmi qurumlara şikayət etdiklərini desələr də, hələ bir nəticə olmadığını söyləyiblər. Elə bugün də zərər çəkənlərin bir neçə nəfər nümayəndəsi danışıqlar üçün Prezident Administrasiyasına getdi. Bir qədər çəkən danışıqlardan qayıdan nümayəndələr demək olar ki, nəticəsiz geri döndülər. Belə ki, onlar nə qədər cəhd etsələr də şöbə müdiri Fuad Ələsgərovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşə bilməyiblər. Sonda aksiya iştirakçıları Prezident İlham Əliyevə ünvanlanmış müraciətlərini oxuyublar. Respublikasının Prezidenti Cənab İlham Əliyevə, surəti Fövqəladə Hallar Naziri Kəmaləddin Eydərova, surəti Baş Prokuror Cənab Zakir Qaralova, surəti Milli Təhlükəsizlik Naziri Cənab Eldar Mahmudova, surəti Daxili İşlər Naziri Cənab Ramil Usubova. Bakı şəhəri Yasamal rayonu Xiyabani 18 ünvanda Muray MMC Voyun nömrəsi tərəfindən tikilməkdə olan və onun dələduz rəhbərləri tərəfindən aldadılan façıların ümumi müraciəti.